Bir şam hər yarım dəqiqədən bir santim əriyirdir. Yarım dəqiqəyə 1 santim əriyirsə, 1 dəqiqəyə də 2 santim əriyər. Hündürlüyü 26 santimetr olan şam 19:01-də yanmağa başlayarsa, saat neçədə tam sönər? Bütöv şamın hündürlüyü 26-dırsa, 26-dırsa, hər 1 dəqiqədə də 2 santimetr yanır da, 2 santim əriyir. 26-nı mən 2-yə bölsəm, görən neçə dəqiqə yanıb bu? 26-nı da 2-yə bölsəm, düşür 13. Deməli, 13 dəqiqə bu şam yanıb bitib. 13 dəqiqə yanıbsa, 19:01-də başlayıb yanmağa, 13 dəqiqə çəkib də, bunun üstünə 13 gəlir yerə bir ki. Yəni, olur 19, 1 dəqiqə var idi, üstə də 13 dəqiqə gəldi, oldu 19, 14. Bu da oldu A variantı. %27 rahatdır da. Bunu izah eləməyə ehtiyac var mı ki? Ümumi çəki budur. Yəni 1944 kiloqram pomidor var. Hər yeşiyin də kütləsi 18 kiloqramdır. Yəni bunu buna bölsəm, 1944-ü 18-ə bölsəm, yeşiklərin sayı ortaya çıxar da. Bu sadə sualdır. 28 artma sırası deyirsə, yəni kiçikdən böyüyə düzməliyik. Ən kiçikdəki mənfilər üçün ən böyük deyək də, mənfilərin, daha doğrusu yəni 21 normalda ən böyükdürsə, mənfi 21 ən kiçik olur. Mənfi 21, mənfi 19, 0, 18, 20. Artma sırası isə demək, ən aşağıdan yığdıq. Mənfi 21, 19, o da oldu A variantı. 29. Şəkildə rənglənmiş hissəni kəsrlə ifadə edin deyir. Baxaq görə ümumi neçə dənə var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 dənə. Ümumi 12 hissəyə bölünüb, bu yazılı kəsrin məxrəcində. Buradan da 1, 2, 3. 3 dənəsi rənglənib. Deməli, 12 ilə 3-ü rənglənib. Bunlar da ixtisar gedir, qalır 4-də 1. Deməli, dairənin, belə deyək, çevrənin 4-də 1 hissəsi rənglənib. B variantı. 30-da da tənasübdür. Bunları çarpaz vururuq bir-birinə. Bunu çarpaz vururuq buna. Bunu da çarpaz vururuq buna. Yəni 4 vurulsun x minus 10. 15 vurulsun x minus 1,2. Vurub atsam 4x minus 4'ü 10'a vururam 40 bərabərdir. 15'i x'a vururam 15x çıxılsın. Çünki bu mənfidir. Bu mənfidir, bu müsbətdir. Ona görə 15'i mənfi 1,2'yə vuranda mənfi 1 ədəd alınacaq. Olacaq mənfi 18. Mənfi 18. Deməli, x-ları bir tərəfə keçirirəm, ədədləri bir tərəfə. 4x atıram o tərəfə. Olur 15x çıxılsın 4x. Mənfi 40 burada qalmışdı. Mənfi 18-də onun yanına keçirəndə müsbət oldu. 15-dən 4 çıxdım, qaldı 11x. Mənfi 40-ın da üstünə 18 gələndə oldu mənfi 22. Böyükdən kiçik çıxıb böyüyün işarəsini yazdıq. X də bərabərdir mənfi 22 bölünsün 11. O da bərabərdir mənfi 2. Cavab oldu mənfi 2. %31-də 24 ədədidir. Mənfi 1 ilə mənfi 4 arasındakı bütün tam ədədləri ayrı-ayrı bölünərək bir-birinə vurulur. Alınan hasili tapın. Əvvəlcə baxaq görək. Mənfi 1 ilə mənfi 4 arasında yerləşən tam ədədlər hansılardır? Mənfi 1 ilə mənfi 4 arasında yerləşənlər mənfi 2-dir, mənfi 3-dür. Bitdi. Yəni, bu aralıqda yerləşən bunlardır. Mənfi 2, mənfi 3. Deməli, bunların hər birinə tam bölünürdü. 24'ü bölürəm, bölsəm mənfi 2-yə düşər mənfi 12. 24'ü mənfi 3'ə böləndə düşər mənfi 8. Mənfi 8. Deyir, ayrı-ayrı bölünərək bir-birinə vurulur. Deməli, böldüm, sonra bir-birinə vururam. Mənfi 12-ni də vursam mənfi 8-ə. Bu da eləyir müsbət 96. Çünki mənfini mənfiyə vuranda müsbət eləyir. Bu da elədir müsbət 96.
İşin 25%-ni qurtardıqdan sonra hansı hissəsi görülməmiş qalar deyir. Və 25%-ni görüblər. Və normalda iş 100%-dir. 100%-in 25%-ni görüblər, qalıb 75%. 75%-i qalıb. Hansı hissəsi görülməmişdirsə 75%-dir. Bunu hissəyə çevirəndə %75 deməkdir də. Bunlar ixtisar gedir. Burada qalır 3, burada qalır 4. 4-də 3 hissəsi görülməmiş qalar. D variantı. Deyir, burada 6B'də 25, cədvələ görə aşağıdakılarda hansı yanlışdır? 6A'da 17 oğlan var. Yəni, bunların sayıları 6B'də 25 şagird var deyir. 6B'də şagirdlər, bu çox asandır. Şagirdlərin sayını toplayırsınız. Bu heç bir sadə sualdır. Diaqrama əsasən voleybol oynayan uşaqlar neçə faizdir deyir. Burada futbol oynayanlar 35%'dir. Və futbol oynayanlar 35%'dir. Uşaqlar, deməli bura baxın. Futbol oynayanı faizlə veriblər, amma qalanlarını hissə ilə veriblər. 4'də 1'i faizə çevirəndə, neçənci sualdır? 34. Bunu faizə çevirəndə 100'ə vurmaq lazımdır. Bunu 100'ə vuranda 100 ilə 4 ixtisar gedir, qalır 25. Deməli 25%. Bu olur 25%. Sonra 0,15'də faizə çevirəndə yenə 100'ə vurmalıyıq. Bu da olur 15%. 15%. Bu fikrin bütöv dairə, yəni çevrə, belə deyək, 100% olmalıdır. 100% olmalıdır. Bunlar nə qədərdir? 35%-i voleybol, üstə gəl 25%, üstə gəl 15%. Bunları toplayırıq. 40, bu 40 oldu. Bu da 35 oldu, 75%. 75%-i basketbol, futbol və güləş üzrə uşaqların gediblər. Voleybola nə qədər qalır? 100%-dən də 75%-ni çıxsam, qalır 25%. Deməli, voleybol oynayanlara da, oynayan uşaqların da 25% düşür. 25% oldu. Atanın da yaşının oğlunun yaşına nisbəti, atanın yaşının oğlunun yaşına nisbəti. Nisbət deyirsən, yəni bölmədən söhbət gedir də. Oğlunun yaşına nisbəti yazdım. Nəyə bərabərdir? 7-nin 2'yə olan nisbəti kimidir deyir. Baxın, belə nisbətlər olanda birinci yazılanla, baxın, buna uyğundur. İkinci yazılan buna. Yəni, ata onda. Bunları K ilə yazırıq. 7K'dır. Oğul 2K'dır. Atanın indi deyir 49 yaşı var. Atanın 49 yaşı varsa, yəni 7K bərabərdir 49'a. K da bərabərdir 49 bölünsün 7. O da bərabərdir 7'yə. K 7'dirsə, onda oğlu tapanda 2 vur 7 eləyir 14. Oğlun da hal-hazırda 14 yaşı var. 6 ildən sonra oğlun neçə yaşı var desə, 14'ün də üstünə 6'nı gələrəm, olar 20 yaş. Deməli, oğlun 6 ildən sonra 20 yaşı olar. X və Y kəmiyyətlərinin düz mütənasib olduğunu bilərək. X və Y kəmiyyətləri, baxın, düz mütənasibdirsə, deyirik ki, Y bölünsün X bərabərdir K-yə. Düz mütənasib olanda bunların nisbətləri K-yə bərabər olur. Yəni, 65'in 13'ü olan nisbəti, bax, burada X, burada da bir X olsun, burada Y olsun. Bunları tapmaq istəyirik də. Cədvəli tamamlayın deyir. Burada bir K olsun. Yəni, hər hansı bir ədədlər. Ədədləri, yəni hərfləri qeyd edirik də. Bura olsun da Z. Bunları tapmaq üçün nə edirik? Fikir verin, bütün Y-lərin X-ları olan nisbəti, ki, belə eləyək, hamısını X, Y qoyaq. Burada X-dir, burada X-dir, burada Y-dir.
Deməli, buradakı x-i tapmaq üçün nə etməliyəm? Bütün y-lərin nisbətləri, y-in x olan nisbətləri bir-birinə bərabər olmalıdır. Yəni 70-in də bu y-in bu x olan nisbəti bir-birinə bərabər olmalıdır. Sonra o bir y-in 21-ə olan nisbəti, 7,5-in də x olan nisbəti hamısı bir-birinə bərabər olmalıdır. 65-i bölsəm 13-ə. Nə düşür? Burada düşür, bunu böləndə düşür 5. Yəni 70-in x olan nisbəti 5-ə bərabər olmalıdır. Mən 70-i nəyə bölməliyəm ki, 5 alınsın? Yəni x-i buradan tapanda 70-i 5-ə bölsəm x-i taparam da. Bu olur 14. Deməli, birincisi, birinci x oldu 14. 14. Sonra bu nisbətdə yenə 5-ə bərabərdir. Çünki hamısı buna bərabərdir. Bax, hamısı 5-ə bərabərdir. Y bölünsün 21 də 5-ə bərabərdir. Onda mən nəyi 21-ə bölsəm 5 eləyər? Bunu tapmaq üçün, Y-i tapmaq üçün 5-i 21-ə vurmalıyam ki, onu tapım. 105. İkinci rəqəm oldu 105. Sonra 7,5 bölünsün x da yenə 5-ə bərabərdir. Nisbət. Buradan da x tapanda 7,5-i bölməliyəm 5-ə. Bu da olacaq 1,5. Deməli, alacağımız ədədlər hansı olmalıdır? 14, 105, 1,5. D variantı. Deməli, 37-ci suala baxaq. Bir avtomobil 25 km yola 4 litr yanacaq işlədir. 600 km yola neçə litr yanacaq işlədir? Əslində bu da tənasübdür. Deməli, 25 kilometrə 4 litr işlədirsə, 600 kilometrə x litr. Görsün, yəni bu düz mütənasib kəmiyyətlərdir. Kilometr artdıqca hər halda benzin də çox işlədəcək də, yanacaq işlədəcək. Ona görə buradan x tapanda düz mütənasib kəmiyyətlərdirsə, yəni biri artanda diğeri də artırsa və ya biri azalanda diğeri də azalırsa, bunlar çarpaz vurulur. Yəni 25 x-a vurulur. Bərabər edirik 600 vurulsun 4. Buradan x-in qiymətini tapanda 600 vurulsun 4-ü 25-ə bölürük. Bunlar ixtisar gedir. Burada 24 qaldı burada. 24 də 4-ə vuranda 4 vur 4, 16, 6 yazsam 1 yadda, 4 vur 2, 8, 96. Deməli, 96 litr yanacaq işlədərmiş. 38. Otuz səkkizdə də baxın, bu əslində miqyas mövzusuna uyğun misaldır. Plandakı ölçü, yəni şəkildəki ölçü deyək də. Plandakı ölçü xəritədəki 5-in 8-ədir, yəni 5-in 8-ə. Eninin uzunluğuna nisbətini yazıram. Bağın öz eni isə realdakı eni deyək də 400-dür. Yazıram 400-ün uzunluğunu bilmirəm, x olan nisbəti. Bunları çarpaz bir-birinə vururuq. 5x bərabərdir 800 vurulsun 400. Buradan x-i tapanda 8 vurulsun 400 bölünsün 5. Bunlar ixtisar gedir. Burada qalır 80. Burada da olur 640. Deməli, bağın uzunluğu və uzunluq da oldu 640. Enini də veriblər 400. Onda bağın sahəsini, bizdən sahəni istəyir. A vurulsun B də düz bucaqlı şəklindədirsə eninin uzunluğu hasilidir. 400-ü vursaq 640-a eləyəcək 256 min. 256 min. Bu da elədir A variantı. 39. Oturacağının çevrə uzunluğu 14 pi. Yəni çevrənin uzunluq düsturu 2 pi r-dir. Bu da bərabərdir nəyə deyir? 14 pi-yə. Burada pi ilə pilər ixtisar gedir. 2 ilə 14 ixtisar gedir. Burada qaldı 7. R də bərabər oldu 7. Deməli bunun radiusunu tapdıq 7. Hündürlüyü 8 olan silindrin həcmi. Silindrin də həcmi
daha doğrusu həcm. Həcmi tapanda silindrin oturacağının sahəsi, yəni S oturacaq vurulsun, H düsturundan istifadə olunur. Yəni hündürlük. Silindrin oturacağı da dairə olduğu üçün S dairə. Bunun da sahəsi pi r kvadratıdır. Pi vurulsun, r-də 7-dir, 7-nin kvadratı, yəni 49 pi. Pi-nin qiymətini verməyiblər burada. Pi-nin qiymətini versəydilər, gətirib yerinə qoyub hesablayasıydıq. Vermədikləri üçün pi olaraq da saxlayırıq. İndi S-i tapdıqsa 49 pi vurulsun H-da. H-ı da veriblər, hündürlüyü də veriblər 8 vurulsun 8. Həcmi tapanda. Deməli 8 vur 9 72. Pi-ni yazıram burada. 8 vur 9 72. 2 yazdıq. 7 yadda. 8 vur 4 32. 7 də yadda 39. Elədi bu da 392 pi. Həcmini istəyirdi bizdən, tapdıq. Bu da oldu B variantı. 40-cı misala baxaq. 40-cı misalda deyir ki, A və B ədədləri üçün uyğunluğu müəyyən edin. A-nın birincisində, yəni uyğunluq nədir? Məsələn, 1-ə nə uyğun gəlsə onu tapırsınız, 2-yə nə uyğun gəlsə onu. Deyir A -14, B -14. A və B əks ədədlərdir deyir. Əks ədədlər nədir? Bir-biri ilə yalnız işarəsi ilə fərqlənən. Bəli, 1 əks ədədlər, yəni -14-dən -14 əks ədədlərdir. 1-ə A uyğundur. Sonra A minus B fərqi natural ədəddir deyir. -14-dən 14 çıxsam natural olmaz. Tam ədəd olacaq. Bu getdi. İkincisində 15-dən -13 çıxanda 15-in üstünə 13 gəlmək deməkdir. Bu natural ədəddir. Məsələn 2-yə B uyğundur. Sonra hasil natural ədəddir deyir. Biri mənfi, biri müsbətdirsə hasil natural ola bilməz. Ona görə yalnız 3-ə uyğundur bu da. İkisi də müsbət olduğu üçün. 3-ə C. A plus B cəmi 0-a bərabərdir deyir. Və -14-ün üstünə 14 gəlsəm, 14 bu gedəcək 0 qalacaq. Deməli, cəmi 0-a bərabər olan halda yenə 1-ə uyğundur. Bu da D variantı. Deməli, 1-ə A, D, 2-yə B, 3-ə C. A variantı. Sonra bu nədir? Baxaq görə. Bir avtomobil 3610 manat xeyirlə 27940 manata satılmışdır. Bu avtomobil 21700 manata satılsaydı neçə manat zərər olardı? İndi baxın, 3610 manat xeyirləndirsə, əvvəldə satıldığı qiymətdən bu xeyri çıxım görüm, özünün qiyməti nədir bunun? Deməli, bunları çıxsaq, 0-dan 0 çıxdı 0, 4-dən 1, 3, 9-dan 6, 3, 7-dən 3, 4, içində keçirdik. Deməli, avtomobilin öz qiyməti 24330-dur, öz qiyməti. 24330 manatdır. Xeyr, yəni xeyirlə yox, öz qiymətlə satsaydıq 24330 manata satmalıydıq. Deyir, bu avtomobil 21700 manata satılsaydı. İndi bu öz qiymətindən 21000, alt hatda da çıxa bilərik bunları. 21700 manata çıxsaq, nə qədər ziyan elədiyini taparıq. Demək, 0-dan 0 çıxdıq 0, 3-dən 0 çıxdıq 3, 3-dən 7-ni çıxa bilmədik, bir onluğu götürdük 13, 13-dən də 7-ni çıxdıq, oldu 6. Buradan birini götürmüşdüm 3, 3-dən 1 çıxdım 2, 2-dən də 1 çıxdım 0. Yəni 2630 manat bunlar zərər eləmiş olardı, belə satsaydılar. 21700-ə satsaydılar. Bu da A variantı. 42-də 2 qarşılıqlı bucağın cəmi 130 dərəcədir. Bu bucaqlardan birinə qonşu olan bucağın dərəcə ölçüsünü tapın. 2 qarşılıqlı bucaq deyilsə, məsələn 2 dənə şüa çəkək. Bunlar kəsişdi və bucaqlar əmələ gəldi. Qarşılıqlı bucaqlar, baxın, bunlardır. Qarşılıqlı bucaqlar bir-birinə bərabərdir. Bu bucaqla bu bucaq qarşılıqlı bucaqlardır. Bu alfadırsa, bu da alfadır. Bu behtadırsa, bu da behtadır. Bunlar bir-birinə bərabərdir. Qonşu bucaqlarında cəmi 180 dərəcədir. 180. Bizə də indi deyir ki, 2 qarşılıqlı bucağın cəmi 132-dirsə, yəni alfa plus alfa 132-dirsə, 2 alfa 132, alfa da bərabərdir bunun yarısına. Deməli, 100-ün yarısı 50, 30-un yarısı 15, 75, 76.
Bir dəqiqə. Yox. 66. Üzürsən 66. Deməli 66 oldu alfa bucağı. Bizdən nə deyir? Bu bucaqlardan birinə qonşu olan bucağı tapın. 66-ya da qonşu olan bucağı tap deyəndə 180-dan 66-nı çıxırıq. Bu da oldu 114 dərəcə. C variantı. Qırx üçdə də qonşu bucaqları göstəriblər. Bunların cəmi bizə 180 verməlidir. Yəni 3x üstəgəl 54 plus x plus 18 bərabər olmalıdır 180-də. 3x-dən x topladıq 4x, 54-dən 18-i toplayıb o tərəfə keçin. 180-dən çıxmalıyıq da elə bil ki. Ya da belə eləyək. Bu da olar 108. Deməli, bu oldu 108. 4x bərabərdir oldu 108. Buradan da x-i tapanda 108-i bölməliyik 4-ə. Oldu 27. X-in qiymətini tapdığında o da oldu 27 dərəcə. Dördüncü sualda deyir ki 12 fevral tarixində Qusarda yazırıq. Qusar Moskva Qronlandiya mı nədir? Qronlandiya nəsə buraya haradasa adı düzgün düşməyib. Deməli, Qusarda havanın temperaturu deyir 3 dərəcə Selsidir. Moskvada isə Qusardakı hava temperaturuna 33 dərəcə soyuqdur. Yəni 3-ün üstünə gəlirəm 33-ü. Daha doğrusu gəlmirəm, çıxıram. Deyir ki, yəni hava temperaturuna 33 dərəcə soyuqdur deyə. İstidirsə üstə gələrdim, soyuqdur deyir deyə. 3-dən 33-ə çıxmalı oluram. Bu da olur -30 dərəcə. Sonra da deyir ki, bu ikinciyə də ki, Qusardakı hava temperaturunun 2 qatı qədərdir. Yəni -30-u 2-yə vururam elə bir ki. Bir dəqiqə bunu elə yazdım ki. -30-u vururam 2-yə olur -60 dərəcə. Deməli onda Qrenlandiyadakı hava temperaturu da olur -60 dərəcə. 45. 45 də diametr. Bilirik ki, çevrənin diametri radiusun 2 mislinə bərabərdir. Diametr 1-dirsə, radiusu nə olacaq? Onun yarısı, yəni 2-də 1 olacaq. 0,5. Çevrənin uzunluğunu da düstur bilirik ki, S bərabərdir 2 pi r-dir. 2 vurulsun, pi vurulsun, r-də 0,5-dir. Bu deyirik 2 0,5-ə vuranda 1 eləyir, yəni 1 pi yazırıq pi. 1 pi. A variantı. Qırx altıda deyir, Xalidin 168 təbaşiri var, Mehribanın isə 120 markeri var. Onlar təbaşirləri və markerləri elə qruplaşdırmalıdırlar ki, hər bir paketdə eyni sayda təbaşir və marker olsun. Onda bunların əbobu tapılmalıdır. Bunların əboblarını tapırıq. Sadə vuruqlarını ayırsaq 2-yə gedər. Deməli 100-ün yarısı 50, 84. Bunu 2-yə bölsəm 42, 2-yə bölsəm 21, 3-ə bölsəm 7, 7-yə 1. 120-ni vuruqlarına ayırsam əbobu axtarımsa ortaqlarını götürürəm. 2-dən burada da var, burada da. Bir dənə də, bir dənə də
bir də 3 var. Всё. Demək, ərbabı tapanda yalnız bunları ortaqlarını tapandan sonra yalnız birinin üstündəkinə baxıram. Götürüb hamısını götürmürük ya. Yalnız birinin üstündəkiləri götürürük. Deməli onda 2 dənə 2 var. 3 dənə 2-nin hasili nə eləyir? 2 vur, 2 vur, 2 vur, 3. Ərbab bu olacaq. 2 vur 2 4, 4 vur 2 8, 8 vur 3 də eləyir 24. Deməli, hər paketdə 24 dənə olmalıdır ki, hərəsindən eyni qədər olsun. 24 dənə. 47. Düzbucağının perimetrinin yarısı 4/1 santimetrdir. Perimetrin düsturunu əvvəlcə yazsam düzbucağının 2 vurulsun A üstə gəl B-dir. Perimetrin yarısı, yəni bu P-nin yarısı, yəni 2-yə böləndə uzunluğu yarısı deyil 4/1-ə bərabərdir. Bərabərdir 4/1 yazıram. İndi buradan P-ni tapsam, çarpaz vursam 4P bərabərdir 2. P də bərabərdir 2 bölünsün 4. İxtisar getdi, qaldı 2-də 1. Deməli, perimetr 2-də 1-ə bərabərdir. Uzunluğunu verib biz enini axtarırıq. Elə bir ki, baxın, düsturda gətirib yerinə qoyuram. P-nin yerinə 2-də 1 yazıram. 2-də 1 bərabərdir. 2 vurulsun. A üstə gəl. 11-də 2. Burada da hər tərəfi 2-yə vursam, hər tərəfi 2-yə vururam. Çünki bu ixtisar eləmək üçün azad olsun kəsirdən. Qalır 1 bərabərdir. 4 vurulsun. Vurub açıram A. Üstə gəl. 4 vurulsun. 11-də 2. Burada da A-ları bir tərəfdə qalsın. Qalanları bir tərəfə keçirirəm. 4 vur 11-də 2 nə demək? 4 surətə vurulur. 4 vur 2 8. 11-də 8 olur. 1 minus 11-də 8-dir bu da. 4 A bərabərdir. 1 nədir? 11-də 11. 11-də 11-dən 11-də 8 çıxanda 11-də 3 qalır. A-nı da tapanda 11-də 3-ü 4-ə bölmək tərsinə vurmaq deməkdir. 4-də 1. Bu olur 44-də 3. Bunlar çox qarışdı bir-birinə. Hə, 44-də 3 oldu. Enini tapın deyir. Bu da olur 44-də 3. Sonra 48. Zərfə 200 səhifəlik kitabı 8 günə, Orxan isə 5 günə oxuyursa, Zərfə və Orxan bir günə cəmi neçə səhifəlik kitab oxuyar? Zərfə 200 səhifəlik kitabı 8 günə və 8 günə 200 səhifə oxuyursa, bir günə x səhifə oxuyar. Buradan x tapsam, 200-ü 8-ə bölməliyik də. Bu olur 25. 25 deməli, bir dəqiqə. Deməli, Zərifə bir günə 25 səhifə kitab oxuyur. Orxan isə 5 günə oxuyur deyir. Onda baxaq 5 günə 200 səhifə oxuyursa, bir günə bu Orxandır. Bu Zərifə idi. Bir günə x səhifə oxuyar. Burada da 200-ü 5-ə böləndə də düşdü 40. Deməli, Orxan da bir günə 40 səhifə oxuyur. Zərifə və Orxan bir günə cəmi neçə səhifə kitab oxuyar? Bunların cəmini tapırıq. 25 plus 40. Bu olsun y. İkisi də x olmasın da. 25 plus 40. Bu da elədi 65. Palıd ağaclarının sayı 200 olarsa neçə şam ağacı var? Palıd ağacları 200-dür. Palıd ağacı ümumi ağacların 3də 1-ni təşkil edir. Diaqramdan da göründüyü kimi. Yəni 3də 1 hissəsi 200 olan ədəddə hissəsinə görədən tapılmasıdır. Ümumi ağacların sayını tapmaq üçün 3də 1 hissəsi 200 olan ədəd tapmalıyıq. 200-ü 3də 1-ə bölürük.
Tərsinə vururuq. Bu da eləyir 600. Deməli, ümumi 600 ağac var burada. Neçə şam ağacıdır? Küknar nə qədərdir? 600-ün 5də 1 hissəsi də küknardır. 12, 120. Deməli, 120 küknar var. 200 palıd, 120 küknar var. 200 ilə 120-ni toplayıram, 600-dən çıxıram. 320-dir bu. 600-dən də 320 çıxanda olur 280. Deməli, şam ağacı 280 dənəymiş. Bir boru hovuzu 6 saata, digəri isə 9 saata doldurur deyir. Hər iki boru 1 saat açıq qalarsa, hovuzun hansı hissəsi dolmuş olar? Baxın uşaqlar, boru, hovuz məsələlərində 6 saat deyirsə, bunu götürürük 6-da 1. Və hər iki boru açıq olarsa, yəni doldurur deyir. Yəni boşaldan yoxdur. Hər ikisi doldurursa, onda hər ikisini toplayırıq. 6-da 1 plus 9-da 1. 1 saat açıq qalırsa deyirsə, və bunları 1-ə vururuq. Neçə saatdirsə, həmin o saata vurmalısınız. Onsuz da 1-ə vurmağın bir mənası yoxdur, amma yazıram da. Bunları ortaq məxrəcə gətirməlisiniz. 6 ilə 9-a ortaq məxrəc olar 18. 6-nı məxrəcini 18-ə gətirmək üçün vurmalıyam 3-ə, surətlə vurmalıyam. Bunu 2-yə vuramsa, buranı da vurmalıyam. 3 plus 2-də, bu da olur 18-də 5. Nə deyir? Hovuzun hansı hissəsi dolmuş olar? Hovuzun 18-də 5 hissəsi dolmuş olar.